Əgər sən özünə rəva bilmədiyin bir şeyi başqasına ediləndə susursansa, bu artıq neytrallıq deyil. Çünki zülmə susmaq neytral olmaq deyil, tərəf seçməkdir. İnsan yalnız pislik etməyəndə insan olmur. İnsan pisliyə razı olmayanda insan olur. Vicdan danışanda insan onu eşidəndə insan olur. Vicdan susanda isə insan tək qalır. Bugün aktual olan mövzulardan biri neytral, sıfır ol gözdə, neytrallıq. Sən həqiqətən neytralsan, yoxsa sadəcə göz yumursan, susursan. Mən həqiqətlər danışır, avatar logosu ilə çıxıb platformalarda fikir bildirəndən bugünə qədər heç kimə mənim arxamca gəlin, filənkəsin arxasınca gedin, bu yol düzdür, o yol səhvdir, o yol həqiqətdir deyə bir insana yol göstərməmişəm. Mənə bugün zəng eləyirlər, görüşürük, mesaj yazırlar. Bütün danışığımda bir şey deyirəm. Sənin həqiqətin sənə məxsusdur. Bizim üçün düz olan bir qayda var. Bizim ölkəmizin qanunları və salam. Çünki onları bizdən qabaq yaşamış kişilər, bax bizim öz insan övladının öz yaratdığı əxlaq, bu özünə məxsus qaydalar var. Bunlar baş süzəndən keçirilib və biz bunları qanun halına salıb yaşamışıq. Amma sən xaosdan düzen yaranan bir dünyada həqiqəti başqa yerdə tapa bilmərsən. O sənin öz daxilindədir. Mən insanları ona görə düşünməyə, bəli, analiz eləməyə, özünü araşdırmağa dəvət edirəm. Və mən heç vaxtı nəyisə nə inkar eləmirəm, nə də qəbul eləmirəm. Və bunun da öz səbəbləri var. Mən bir vüqar olaraq düşünürəm, yaradan var, bəli. İstər ona Allah de, istər Bog de, istər sözü biz yaratmışıq. Amma sözə sığmayan bir yaradan var. Və o hardadır? O hardadır? Sual verə bilərsiniz ki, hardadır o? Mənə sevik sual verə bilər ki, hardadır onu sübut eləyə bilərsən? Yox, sübut eləyə bilmərəm. Çünki o özünə məxsusdur. Bəli, o mənim dünyamdadır, mənim. O dünyada ki mən, orada həm hakiməm, həm məhbusam. Mən. Və ona bir gözəl nümunə sizə göstərəcəm indi. Daha sənə nə arzulayım mən? Özümə nə arzulayıram qardaş? Onu da elə sənə arzulayıram. Onu da elə sənə arzulayıram. Özümə nə arzulayıram qardaş? Onu da elə sənə arzulayıram. Dostumdur. Ürəyi təmiz oğlandı, saf oğlandı, yaxşı qardaşdı. Bilmirəm, düşündü dedi, ya düşünmədən dedi. Amma bircə onu bilirəm ki, o səs Allahın səsidir. O səs ədalətin səsidir. O səs vicdanın səsidir. Bəli, özümə nə arzu eləyirəmsə, sənə də onu arzu eləyirəm. Allah oradadır. Özümə nəyi arzu eləmirəmsə, sənə də onu arzu eləmirəm. Bəli, Allah oradadır. Özümə nəyi rəva bilirəmsə, sənə də onu rəva bilirəm. Bəli, ədalət, Allahın tərəzisi. Özümə nəyi rəva bilmirəmsə, sənə də onu rəva bilmirəm. Allahın ədaləti, tərəzisi. Sən kimə deyirsən? O sən kimdir? Dost dostuna deməlidir onu. Yox əzizim. O bütün insanlığa nümayiş elətdiriləcək bir davranışdır. Allahın ədalət sifətidir. Allahın olduğu yerdir. Bəli, insanın Allahla olan yeridir. Özünə sual ver. Sən neytralsan həqiqətən. Neytrallıq nədir? Burada insanlığın 3 halı var. Zülm edən kimdir? Özünə rəva bilmədiyini başqasına eləyən zülm edən sayılır. Neytral, susan, müşahidə eləyən. Bir də üçüncü tərəf, özünə rəva bilmədiyini başqasına eləməyəndir. Bu ədalətdir, vicdandır. İndi sən neytralsan. Əgər sən neytralsan, zülmə susursansa, sən zülmün tərəzisində neytralsan. Bir də üçüncü tərəf var. Üçüncü tərəf kimdir? Üçüncü tərəf vicdanlı davranan, ədalətlə davranan. Onun nə fərqi var yaxşı o birisilərdən?
Onun fərqi odur ki, o özünə rəva bilmədiyini başqasına rəva görmür. Bəli. Bunun bax həm pislik eləmir, pislik eləmir. Seçimi var bunun. Bu da pislik eləyə bilir. Amma pislik eləmir. Burada bir qərar verir. Neytral qalan isə deyir rəyimə lazım. Nə pislik eləmirəm, nə yaxşılıq eləmirəm. Amma vicdanla davranan, Allahın tərəzisində olan, bəli, o pislik eləmir. Bu bir seçim. Və həm də ədalətli davranmağı seçir ki, özümə rəva bilmirəmsə, ona niyə rəva görüm? Və hətta zülmə qarşı səsini də çıxardır. Onun neytrallığı belə Allahın tərəzisində neytraldır. Çünki artıq o birindən imtina eləyib. Pislik eləməkdən imtina eləyib artıq. Bəli, o özünə rəva bilmədiyini başqasına eləmir. Və ardınca həm də hardasa səsini çıxardır. Hardasa necəsə dəstək olmağa çalışır. İçində vicdanında ağrıyır. Bax, məsələ budur. Allahın olduğu yer odur. Bax, belə insanların olduğu yer, belə insanların Allah nəzərindədir. Bəli, bu sözün əsl mənasında insan həyatında hər şeyi əhatə eləyir, hər şeyi. Və bu çölə nümayiş elətdirilən deyil. Burada Vüqar danışır gözəl sözlərlə. Amma gör Vüqar özü belə yaşaya bilir. Yox, yaşaya bilmirəm. Yaşaya bilsəydim, uçardım. İnsan uça bilir. Bəli, insan uça bilir. Bunun qaydası da var. Mən o haqda sizə videoda hazırlayaram. Gör, bu qədər saf, bu qədər pak ola bilərik biz. Bax, Allahın olduğu yer buradır. Mənim dəyərli bacı və qardaşlarım, mənim xalqım, mənim qəbiləm, mənim millətim. Bəli, Allah var. Amma gör, sən çöldə, bayırda yox. Öz vicdanın qabağında, öz düşüncələrində bu qədər saf və pak, bu qədər vicdanlı və ədalətli olub yaşaya bilirsən, bəli, mümkündür. Bax, orada isə Allah o insanlara görünür və insanın bütün potensialları açılır. İnsanın bütün sirri insanın içindədir. İnsan özünə məxsus bir varlıqdır. İnsan özünü dərk eləməyə gəlib və bütün nizamnamə, Allahın qaydaları insanın öz içindədir. Bəli,